Salam hörmətli abituriyentlər. Sual nömrə 21-in izahını təqdim edirik. İnkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş ölkələri və onların bu qrupa daxil olmasına səbəb olan amilləri müəyyən edin. Biz öncəliklə inkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş ölkələri müəyyənləşdirək. Daha sonra isə verilmiş xüsusiyyətlərdən həmin ölkələrə, inkişaf etmiş ölkələrə xas olanları müəyyənləşdirək. Bildiyimiz kimi 1997-ci ildə Cənubi Koreya Respublikası, 2001-ci ildə isə Kipr və Singapur bu qrupa daxil edilib. Bizə lazım olan ölkələr Singapur və Koreyadır, 3-5. Elə bunları müəyyənləşdirən kimi biz doğru cavabı tapırıq əslində. Doğru cavab D variantı olacaq. Ancaq verilmiş xüsusiyyətləri yenə nəzərdən keçirək. Biz öncəliklə ölkənin iqtisadi artımının, iqtisadi inkişafının hansı amillərlə səciyyələndiyini, o cümlədən ölkələrin iqtisadi inkişafına görə təsnifatı zamanı hansı amillərin nəzərə alındığına diqqət yetirək. Deməli, ölkənin iqtisadi inkişafı iqtisadi artımla müəyyən olunur. İqtisadi artımın ən mühüm göstəriciləri isə burada qeyd edilib. Ümumdaxili və ümummilli məhsulun artması, ümumdaxili və ümummilli məhsulun adam başına düşən miqdarının artması, iqtisadiyyatın sahələri üzrə adam başına düşən məhsul istehsalının artım sürəti. Burada isə biz görürük, dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı zamanı nəzərə alınan amilləri. Deməli, ümumdaxili məhsulun həcmi, onun hər nəfərə düşən kəmiyyəti, təsərrüfatın sahə quruluşu, əsas məhsul növlərinin hər nəfərə görə olan istehsalı, əhalinin həyat səviyyəsi və iqtisadi səmərəliliyin göstəricisi. Deməli, indi verilmiş xüsusiyyətlər arasından inkişaf etmiş ölkələrə xas olan xüsusiyyətləri müəyyənləşdirək. Əhalinin təbii artımının tənzimlənməsi. Məsələn, bura inkişaf etmiş olan ölkələr qrupuna aid olan Çin və Hindistanı da nümunə göstərə bilərik ki, həmin ölkələrdə də əhalinin təbii artımının tənzimlənməsi istiqamətində demoqrafik siyasət yürüdülür. Ona görə bu variant doğru hesab edilir. Ümumdaxili məhsulun hər nəfərə düşən kəmiyyət həcminin artması. Bəli, qeyd etdik burada biz. Doğru fikirdir. İxracatda kənd təsərrüfatı məhsullarının payının artması. Bu əsasən inkişaf etməkdə olan ölkələrə xas olan xüsusiyyətdir. İnkişaf etmiş ölkələr əsasən hazır məhsul, o cümlədən sənaye məhsullarının ixracatı ilə fərqlənirlər. Mürəkkəb təsərrüfat strukturuna malik olması, bəli, polikultur təsərrüfat strukturuna malikdir bu ölkələr, inkişaf etmiş ölkələr. Doğru bənddir. Xidmət sahələrinin sürətli inkişafı, bəli, postsənaye dövründə əsas müşahidə olunan prosesdir. Urbanizasiya səviyyəsinin yüksək olması. Urbanizasiya səviyyəsinin yüksək olmasını biz iqtisadi inkişafın göstəricisi kimi qəbul edə bilmərik. Ona qalası olsa, bir çox Latın Amerikası ölkələri, ondan sonra Ərəb ölkələri nümunə göstərə bilərik ki, həmin ölkələrdə urbanizasiya səviyyəsi yüksəkdir. Məsələn, Argentinanın nümunə göstərmək mümkündür. Amma inkişaf etməkdə olan ölkədir. Ona görə bu bəndi silirik. Bizə lazım olan ölkələr 3-5. Bizə lazım olan bəndlər isə B, D, Y bəndləridir. Doğru variant D variantı.